Peyğəmbəri götürdüyündən, əlini götürdüyündən onların məntiqi buydu. Sonra hökmranlıq elə, rahat. Əlin qolun açılsın. Namazın qılır, qoy qılsın. Günə 1000 rükət qılsın. Nə qədər qılır qılsın. Əsas dava əvvəldən Peyğəmbər və övliyalar. İbrahimin balalarını, yəni məsumları qoy qırağa, get təvaf elə, get namaz qıl. Heç bir məqsədə çatdırmayacaq. Həmin iblisin qıldığı namazdır. Şeytanın 6000 il qıldığı namazdır. Həmin namazdır. Təhvi iləyhim olmasa, yəni bizə qarşı qəlblərini meyləndir, olmasa namazın mənası nədir? Din gəlməyib, cəmaat, əxlaqlı olun, namaz qılın, yaxşı olun, bir-birinizin üzrə gülün. Bunun üçün gəlməyib. Din gəlib ki, Allahın vəlisinə nüsrət, kömək eləyəsiniz. Bugün cəmaatı elə bir əxlaqa dəvət edirlər din adı ilə, elə bir namaza dəvət edirlər, cəmaatın başının üstündə imam olmasın, yiyəsiz olsun. İnsan hansısa bir dəyərə doğrudan da bağlıdırsa, o dəyərə sahib insanlara hörmət eləməlidir, sözün qısası. Bir dənə də qəribə bir söz var. Təhvi bilirsiniz nədir? Təhvi, yəni birinə dəli divanə olasan, aşıq olasan, o qədər sevəsən ki, qıraqdan baxan ifrat kimi görsün. İfrata oxşasın. Həva sözündəndir. Meyləndir yox. Yəni mənim balalarıma qarşı eşqləri divanə kimi olsun. Yəni müsbət mənadır. Adam din gəlməyib adamı dəli eləyir. Ağlın şiddəti, adam çox ağıllı olanda onu dəli sayırlar. Bu məsələ budur. İki cür adama dəli deyirlər. Bir dəlidir, din gəlməyib adamları dəli eləyir. Din gəlib adamları ağıllı eləyir. Amma ağlın bir mərtəbəsinə çatdırır din adamları ki, başqa adamlar baxır deyir ki, bu rüşvət almır. Məsələn, hələ mən primitiv misal deyim, dəlidir. Primitiv misal deyim. Getdikcə, ağıl gücləndikcə cəmaat deyir ki, bunlar dəlidir. Deyir, o qədər şiddətli məhəbbət olsun mənim balalarıma qarşı. O məhəbbətin təzahürlərindən biri ərbəyindir. 100 kilometr ayaqla gedir. Bax, təhvi iləyhim. Gedəndən sonra deyir ki, mən hiss eləməmişəm. Heç bir şey eləməmişəm. Əli boşam. Biz bu dini məhəbbət mehvəri ilə, məhəbbət əsasında dünyaya tanıtdırmalıyıq. O qədər tanıtdırmalıyıq ki, eşqin qoxusu dünyanı bürüsün, saf adamları cəlb eləsin. Eşqdən məhrum adamlar xəcalətdən başını aşağı salsınlar ki, biz nədən məhrumuq? Eşqin qoxusu bu məktəbin timsalında dünyanı bürüməyənə qədər biz bu dini tanıtdırmamışıq. Hər şey məhəbbətin sayəsində olmalıdır. Hər şey məhəbbətə təslim. Biz nə gözləyirik? Hansı dövrü gözləyirik? Sözümü bitirirəm. Biz elə bir dövr gözləyirik ki, bizim sahibimiz gəlsin, dünyada eşqə, məhəbbətə söykənən bir düzən yaratsın. Bu necə yaradacaq? Bunun mexanizmi var, bəli. Bu düzənin mərkəzində özü dayanır. Adamlar ona aşiq olur, onu sevir.